3-5 ildən sonra küçələrə düşəcəklər. Ölkədə ciddi böhran yaşanır. İnsanların vəziyyəti günü-gündən daha da ağırlaşır, daha da çətinləşir. Hətta insanlar çörək tapmağa belə çətinlik çəkirlər. O vəziyyət yaranıb ki, hətta oliqarxlara və varlılara belə bu böhran çox ciddi təsir göstəribdir. Və belə bir dövrdə insanların evlərinə çörək aparmağa pulları olmadığı bir dövrdə hökumət müxalifətçiləri həbs etməklə bunun qarşısını almağı niyə bunu düşünür? Nə dərəcədə bu məntiqlidir ki, hökumət bu böhrandan müxalifətçiləri tutmaqla xilas olacaq? Çörəyə yetirəmirəm. Para baxırıq. Dövlət var baxa. İstəməm! 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 Bizi həbs etməklə rejim xilas olası deyil. Xalqa hesab vermək günü yaxınlaşır. Və həmin gündə həmin günün qarşısını almaq və xalqın daha ağır bir vəziyyətlə üz-üzə qalmamaq üçün ölkədə təcili köklü siyasi iqtisadi dəyişikliklərə getməlidir, islahatlar keçirməlidir. Siyasi məhbuslar dərhal azad olunmalı, məhkəmələr məhkəmələrin müstəqilliyi təmin olunmalı, problemləri işıqlandıran azad medianın və vətəndaş cəmiyyətinə olan baskılar dayandırılmalı, sahibkarları talayan məmurların hərəkətlərinə son qoyulmalıdır.